Turist kimi Atəşgah və Yanardağda. Atəşgah Bakı şəhərindən 30 km aralıda ən qədim məkanlardan biri olan Suraxanı kəndi yaxınlığında yerləşir. Birinci, bilet üçün kassaya yaxınlaşdıq. Yerli ziyarətçilər üçün giriş 2 manat, xarici ziyarətçilər üçün isə 9 manatdır. Gedək Atəşgah məbədi ilə tanış olaq. Atəşgah məbədi dövlət tarix memarlıq qoruğudur. Bura müxtəlif dövrlərdə Zərdüştlər, Hinduistlər və Siklər tərəfindən ibadət kimi istifadə edilmiş alov məbədidir. Təbii qazın bu ərazilərdə çıxması hələ 7-10-cu əsrlərdə məlum idi. Bakının həm içəri şəhərində, həm də kənarında çoxlu atəş məbədləri olub. Məbəd 26 hücrədən və mərkəzi səzdəgahdan ibarətdir. Hətta içəri şəhərdə olan Cümə məscidinin qədim atəşpərəstlik məbədinin yerində tikildiyi deyilir. Burada bəzi hücrələrdə müxtəlif eksponatlar nümayiş olunub. (26 hücrədən biri Zərdüştliyə həsr olunub. Nümayiş olunan eksponatlardan biz görürük ki, o dövrdə həqiqətən həm Zərdüştlər, həm atəşpərəstlər, həm də Siklər tərəfindən burada ibadət olunub. Sönməz olavların üzərində olan ilk məbəd 1713-cü ildə inşa olunub. Hücrələr və səzdəgah 17-ci əsrdə hasara alınıb. Sonuncu Zəvvar buranı 1882-ci ildə tərk edib. Atəşgahın yaxınlığında zavodların tikilməsi təbii alovun zəifləməsinə səbəb olur. Məbədin bəzi hücrələrində təbii alov quyularına da rast gəlmək olar. 1902-ci ildə Atəşgahın sonuncu təbii alovu da sönür. Balaxana məbədin sonuncu hücrəsidir. Bura gələn qonaqlar balaxanada gecələyib dincəlirdilər. (1975-ci ildə Atəşgah təmir edilir. Bu dördbucaqlı yerdə qədimdə vəfat etmiş atəşpərəst dindarların cəsədləri yandırılıb, külləri bura bastırılırdı. Bura Odlar Yurdu Azərbaycanın simvoludur. Bu gördüyünüz nivilləmə möhürdən dəniz səviyyəsinin ölçülməsi məqsədi ilə istifadə olunurdu. Gəzərkən yorulsanız, burada istirahət üçün restoran da var. Əl işi suvenirləri isə Atəşgah məbədinə ayrıca bir gözəllik qatır. Siz də bura gəlsəniz, milli atributlara uyğun və ya digər suvenirləri seçib ala bilərsiniz. Biz xatirə olaraq nar atributlu maqnit aldıq.
Dəniz səviyyəsindən 86 metr hündürlükdə yerləşən Yanardağdayıq. Burada da qiymətlər atəşgahda olduğu kimi yerli ziyarətçilər üçün 2 manat, xarici ziyarətçilər üçün isə 9 manatdır. Məmmədli kəndində yerləşən Yanardağ abidəsi Dövlət Tarix, Mədəniyyət və Təbiət Qorumudur. Bura 2018-ci ildə yenidən qurulub, 2019-cu ildə isə açışı olub. Yanardağ atəşpərəstlik və zərdüştlük dininin davamçıları tərəfindən müqəddəs məkan kimi qəbul olunur. Dağlardan çıxan alov yerin dərinliklərindən çıxan metan qazının havada oksigenlə birləşməsi nəticəsində əmələ gəlir. Bu alov min illərdir yaz, yay, payız, qış demədən yanır. Əbədi yanan alovun hündürlüyü 10-15 metrə çatır. Alova yaxınlaşdıqca burada olan istilik və alovun alışıb yanması insana başqa bir enerji verir. Bax elə insan istəyir ki, burada oturub saatlarca alovu izləsin. Qoruğun daxilində daş muzey fəaliyyət göstərir. Burada müxtəlif eksponatlar və abidələr nümayiş olunur. Qoruq ərazisi 27 hektardır. Burada digər maddi mədəni irsi nümunələr və təbiət abidələri var. Bu abidələrə Qurd Yuvası mağarası, çox əsirlik tarixə malik 2 qəbirstanlıq, Şükürlü su bulağı və hələ də aktiv olan Girməki palçıq vulkanı aiddir. Bura kompleksin daxilində olan daş sərgisidir. Məşhur Azərbaycanlı rəssam Hüseyn Haqverdiyevin Unudulmuş Əcdadların Kölgələri adlı əsəri. Atəşgahda olduğu kimi Yanardağda da maraqlı əl işləri ilə hazırlanmış suvenir mağazinlər də var. Buradan biz görürük ki, həqiqətən də əl işləri ilə hazırlanmış suvenirlərdə əmək böyüdür. Siz də Yanardağa gəlsəz, xatirə olaraq milli atributlara uyğun hər hansı bir suvenir buradan ala bilərsiniz. Mən Yanardağa uyğun olan kiçik ölçüdə rəsm aldım. Bura gələn turistlər bizə onu göstərir ki, Yanardağ həqiqətən dünyanın istənilən yerlərində yaşayan insanlar üçün maraqlı bir qoruqdur. Sonda alovun enerjisi ilə sizinlə sağollaşıb, turist kimi növbəti səyahətlərdə görüşmək ümidi ilə.